Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Allahumma salli ala Muhammed ve ali Muhammed ve ala alihi tayyibin tahirin el ma'sumin el mukarramin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. قال الله تعالى في محكم كتابه بسم الله الرحمن الرحيم ويقول الذين كفروا لست مرسلة قل كفى بالله شهيدا بيني وبينكم ومن عنده علم الكتاب آمن بالله وصدق الله العلي العظيم. Əziz möminlər, bugün istəyirəm Əmir el-Möminin əleyhissalam barəsində qısaca söhbət edək. Dünən Ramazan ayının 21-i Əmir el-Möminin Ali ibn Əbi Talib əleyhissalamın şəhadət günüydü. Bugün də Ramazan 22-si Qədir gecəsi sonuncu ehtimal olunan və ən çox ehtimal olunan Qədir gecəsidir. Əmir el-Möminin Ali əleyhissalam Həzrət Rasulullahın möcüzələrindən biridir. Quran-ı Kərimdə Rə'd surəsi 43-cü ayədə Allah Teala buyurur: "Və yəqulüllezîne kəfərû lestə mursələ." Küfr edənlər deyirlər ki, sən peyğəmbər deyilsən. Qul, onlara de, kəfə billahi şəhidən beyni və beynəkum və mən indəhu ilmul kitab. Sizinlə mənim aramda Allahın və kitab elmini bilənin şahidlik etməsi yetər. Yəni təkcə bu kifayət edir ki, Allah şahiddir, mən peyğəmbərəm, Allah şahidlik edir, mən peyğəmbərəm. Bir də o kəs şahidlik edir ki, onda kitab elmi var, kitab elminin hamısını bilir. Bu ayə iki şahiddən danışır. Birincisi Allah Teala'dır, ikincisi kitab elmini bilən şəxsdir. Burada kitabdan məqsəd nədir? Öncə bu barədə danışaq. Sonra təyin eləyək ki, bu kitab elmini bilən şəxs kimdir? Quran-ı Kərimdə kitab sözü bir neçə mənada qeyd olunubdur. Bir mənası name əməldir, əməl dəftəri. Hər kəsin əməl dəftəri. Quran-ı Kərimdə də buyurur ki, insan qiyamət günü ona əməl dəftəri verildikdə insan təəccüb eləyəcək. Baxacaq əməl dəftərinə görəcək, hər şey qeyd olunub da burada, xırdadan böyüyə kimi. Və insan təəccübündən dolayı deyəcək ki, məli həzəl kitəbu lə yuqadiru səğirətən və lə kəbirətən illə əhsaha. Nə olub bu kitaba? Bu necə bir kitabdır ki, nə kiçik, nə də böyük bir şey qoymadı, hamısını sayıb, hamısını qeyd edib özündə. Və yaxud da kitab Quran-ı Kərimdə qəza və qədər mənasında da işlənibdir. Allah Teala Hədid surəsi 22-ci ayədə buyurur: "Mə əsabə min musibətin fil ardı və lə fis-səmə illə fi kitabin min qablə ən nəbrəəha." Yerdə, göydə baş verən elə bir müsibət yoxdur ki, öncədən o kitabda qeyd olunmasın. Və yaxud da kitab Quran-ı Kərimdə varlığın bütün həqiqətlərini, bütün sirlərini özündə cəm edən anlamında, sanki bir hər şey özündə əhatə edən bir xəritədir. Bu mənada da işlənirdir. Ən'am surəsi 59-cu ayədə oxuyuruq: "Və indehu məfatihil gayb la ya'lamuha illa hu." Qeybin açarları Allahdadır, ondadır. Ondan başqa heç kəs onu bilmir. "Və ya'lamu ma fil berri vel bahr." Quruda və dənizdə olanları bilir. وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٌ إِلَّا يَعْلَمُهَا. Ağaçdan düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ. Yerin dərinliklərində, qaranlıqlarında bir toxum yoxdur ki, Allah ondan xəbərdar olmasın. وَلَا رَطْبٍ وَلَا يَابِسٍ. Nə yaş, nə quru, elə bir şey yoxdur ki, İllə fi kitabin mubin. Ki bunların hamısı Kitab-ül Mubində olmasın. Bunlar hamısı Kitab-ül Mubində açıq-aşkar olan kitabda qeyd olunubdur. Və bəzən də bu kitab imam olaraq da təfsir olunur. Çünki biz Yasin surəsi 12-ci ayədə oxuyuruq.
Və kullə şeyin əhsəynəhu fi imamin mubin. Allah buyurur, biz hər şeyi açıq aşkar imamda neyləmişik? İhsa etmişik, əhatə etmişik. Hər şey ondan xəbərdar etmişik, onda qeyd etmişik. Təqribən bizim üçün bəyan oldu ki, kitab hansı mənalardadır. Səhifə əməl dəftəri mənasında gəlibdir. Qəza və qədər barəsində gəlibdir. Bütün qəza və qədər öncədən həmin kitabda qeyd olunur. Kitab məsələn hər şeyin, bütün sirlərin, varlığın bütün incəliklərinin, həqiqətlərinin əks olunduğu bir mənada gəlibdir. Və Quran-ı Kərimdə də görür ki, hər şey imamda cəm olubdur. Bəzən həmin o kitab imam mənasında da işlənibdir. İndi gəlib görürük ki, 2 dənə şahid var da Peyğəmbərin peyğəmbərliyinə. Rə'd surəsi 43-cü ayə əsasən. Çünki deyir ki, Qul kəfə billahi şəhidən beyni və beynəkum. De, Allahın mənimlə sizin aranızda Allahın şahid olması və mən indəhu ilmul kitab və kitab elmini bilənin şahid olması yetərlidir. Allah Peyğəmbərin, Həzrət Rasulullahın Peyğəmbərliyinə nə cür şahidlik eləyir? Yəni Allah Teala bizə nə cür şahidlik edə bilər ki, Həzrət Rasulullah həqiqətən də Peyğəmbərdir. Muhammed həqiqətən Allahın Rəsuludur. Allahümmə salli alə Muhammed və ali Muhammed. Həzrət Rasulullah'a möcüzələr bəxş edibidir. Hər bir Peyğəmbərin Peyğəmbərliyini ispat etmək üçün ona möcüzə verilibdir. Möcüzə Peyğəmbərin etdiyi, ondan başqa heç kəs edə bilməyib, aciz qaldığı bir işdir və həmin iş Peyğəmbərin doğru danışdığına dəlalət edir. Onun həqiqətən də Allahdan vəhiy aldığına dəlalət edir. Həzrət Rasulullahın ən böyük möcüzəsi nədir? Quran-ı Kərimdir. Quran-ı Kərim Peyğəmbərin ən böyük möcüzəsidir. Peyğəmbərin varlığına, həqiqətən də Peyğəmbər olmasına dəlalət edən ən böyük möcüzə bugün də əlimizdə olan Qurandır. Çünki məsələn, Rasulullahın dövründə Peyğəmbərin etdiyi möcüzələr indi yoxdur. Biz onları kitablardan oxumuşuq, hədislərdən oxumuşuq. Amma istəsək bugün məsələn həmin möcüzələrlə biz görək onları, sadəcə xəbərdir, yazılarda oxuyuruq onu. Amma Quran-ı Kərim canlı bir möcüzədir, qiyamətə kimi də möcüzədir. Ki Quran-ı Kərimin ecazkarlığı nədədir? Müxtəlif cəhətdən Quranın ecazkarlığı var. Bəlağət baxımından ecazkarlığı var, fəsahət baxımından ecazkarlığı var. Elmi məsələlər var ki, 1400 il öncə Quran-ı Kərim onu öz ayələrində, dərinliklərində ehtiva eləyib. Bunlar hamısı Quran-ı Kərimin ecazkarlığına dəlalət edir. Ki biz yetərincə də bu barədə kitablar da yazılıb, müəyyən sitatlar da gətirə bilərik. İndi bu kitab elmi bilən şəxs kimdir? Ki bu kitab elmini bilir. Təfsir kitablarına baxsaq görürük ki, bir çoxları müxtəlif izahlar yazıblar. Bəzilər deyir, bu Yahudi idi. Abdullah ibn Səlamə İslam dinini qəbul elədi və Peyğəmbər onu şahid hesab etdi, öz dininin doğruluğuna, öz peyğəmbərliyinin doğru olmasına Abdullah ibn Səlaməni şahid gətirdi. Ki bax, bu şahiddir ki, mən həqiqətən peyğəmbərəm. Çünki Tövratdan, İncildən, əhd-i qədimdən, əhd-i cədiddən oxuyub əlamətləri Həzrət Rasulullah'a iman gətirdi. Və yaxud da deyirlər ki, burada məqsəd nədir? Təmim Dari adlı bir nəfərdir. O da Mədinədə Peyğəmbərə iman gətirir. Bəziləri qeyd edir ki, Salman Farisidir. Çünki Salman Farisi də bir çox dinlərdən keçərək sonunda İslam dinini qəbul edib. Haqq dini axtara-axtara uzun bir yol keçib, uzun bir ərazilər qət edib, ən nəhayət Mədinə-tül Münəvvərədə Həzrət Rasulullahla qovuşubdur. Lakin bu nəql olunan hədislər doğru deyil nə baxımından, nə cəhətdən? Həqiqət qarşısında bu doğruluğun itirir. Həqiqət nədir? Həqiqət budur ki, bu ayə Məkkədə nazil olub. Bunlar isə İslam dinini qəbul ediblər Mədinədə. Əgər bunların İslamı qəbul etməsindən sonra bu ayə nazil olsaydı, bu rəvayətlər, bu hədislər doğru olardı, səhih olardı.
Amma məntiq bunu göstərir ki, bu qeyd olunan şəxslər deyil kitab elmini bilən. Başqa hədislərə baxırıq, başqa rəvayətlərə baxırıq və bir çox kitablarda, məsələn, Su'ləbi öz təfsirində, Suyuti Durrul Mənsurunda, bunlar əhl-i sünnə alimləridir. Cabir ibn Abdullahdan, İbn Abbasdan, İbn Məsuddan, Əbu Səid el-Xudridən nəql eləyiblər ki, burada kitab elmini biləndən məqsəd Əli ibn Əbi Talib əleyhissalamdır. Əli əleyhissalamdır ki, Allah Teala buyurur ki, Allah və kitab elmini bilən şəxsin sizinlə mənim aramda şahidlik etməsi yetərlidir. Quran-ı Kərimdə kitab elmi ifadəsi, səhv etmirəmsə, yalnız 2 yerdə işlənibdir, digər yerlərdə işlənməyib. Əhli kitab sözü var və yaxud da kitabun mubin, bunlar qeyd olunurdu. Amma kitab elmini bilmək, bu 2 yerdə qeyd olunub. Birincisi, Həzrəti Süleymanın əhvalatındadır. Nəml surəsində qeyd olunur bu əhvalat ki, Həzrəti Süleymana xəbər gəlir çatır ki, Yəməndə bir kraliçə var, Bilqis, onlar Allaha deyil, günəşə ibadət edirlər. Onlara məktub göndərir, məktubdan sonra Bilqis hədiyyə göndərir. Həzrəti Süleyman deyir, yox, bunlar Allahın mənə bəxş etdiyi, bunları mənə göndərdiyindən daha xeyirlidir. Sonra ətrafındakilərə deyir ki, kim o kraliçə təslim olmadan öncə onun taxtı tacını bura gətirə bilər. Bunlar oturublar Fələstində, Bilqis də hardadır? Yəməndə. Deyir, o Yəməndən o taxt tacı bura gətirər, özü hələ təslim olmadan öncə. Qalə əfritun minəl cinni, cinlərdən olan ifrit dedi, ənə ətikə bihi qablə ən təqumə min məqamik. Sən yerindən qalxmamış, mən bunu gətirə bilərəm. Və inni aleyhi ləqaviyyun əmin. Mənim də buna gücüm çatır, mən buna gücüm yetir. Mən güclüyəm, qüdrətliyəm. Bunu ifrit dedi. Sonra Həzrət Süleymanın yanında başqa birisi var. Qaləlləzi indəhu ilmun minəl kitab. Kitabdan bilən birisi isə dedi, Ənə atikə bihi qablə ən yərtəddə ileykə tarfuk. Sən gözü yumub açmadan mən onu gətirə bilərəm. Gözü yumub açmadan bir göz qırpımını deyir, onu gətirə bilərəm. Bu şəxs kimdir? Rəvayətlər göstərir ki, bu şəxs Asəf ibn Dərxiyə adlı bir şəxsdir, Həzrət Süleymanın vəsilərindən olur. Burada məsələ budur ki, bu şəxs kitab elmindən biraz bilir. Çünki ayə bu cür deyir, və qaləlləzi indəhu ilmun minəl kitab, kitabdan biraz bilən belə dedi. Amma Rə'd surəsi 43-cü ayədə oxuyuruq ki, kitabdan bilən şəxs, kitabın hamısını bilən şəxsdən gedir söhbət. Kitabdan müəyyən hissəni bilən yox. Əgər kitabdan biraz bilən, bir göz qırpımında Yəməndən Bilqisin taxtı tacını Fələstinin ərazisinə gətirib çıxarırsa, kitab elmini bilənin Allahın izni ilə edəcəyi o ecazkarlıqları təsəvvür etmək olar. Daha böyük, daha yüksək, daha uca olar. Ona görə də bəzən imamlara verilən kəramətə, imamlar barədə deyilən kəramətə şübhə etmək lazım deyil. Quran-ı Kərim bizim üçün aksiyonmadır. Quran-ı Kərimdə Peyğəmbər olmayan bir şəxsin belə bir ecazkarlığı var. Nədir Quran aşkar deyir də? Nəml surəsində. Və qalilləzi indəhu ilmun minəl kitab. Kitab elmindən bilən birisi dedi, mən onu göz qırpmadan öncə gətirərəm sənin yanıma. Elə ki deyir, taxtacı onun yanında hazır oldu, dedi, bu Allahımın mənə bir lütfüdür. Bu lütfü mənə verib ki, mən ona şükür edəcəm, yoxsa küfr edəcəm. Kitab elmini az bilən bu kəramətə sahibidir. İndi kitab elminin hamısını bilən ki, Resulullahın da Peyğəmbərliyinə dəlalətdir, şahiddir, o nə qədər bilə eləyər, daha artığın, daha yüksək. Əmir əl-Möminin əleyhissalam ona görə də Peyğəmbərin varlığına dəlalət edən möcüzədir. Necə ki, Quran-ı Kərim Peyğəmbərin həqiqətinə, Peyğəmbərin həqiqi Peyğəmbər olmasına dəlalət edir, eləcə də Əli ibn Əbi Talib əleyhissalam Həzrət Rasulullahın həqiqətində Peyğəmbər olmasına dəlalət edir.
özü bir möcüzədir. Peyğəmbər təkcə ilə Əli ibn Əbi Talib əleyhissalamı yetişdirib bu dünyaya bəxş etsə, bu özü kifayətdir Peyğəmbərin doğruluğuna. Həzrət Rasulullah buyurur ki, Əddəbəni Rabbi fəəhsənə tədibi, məni Rəbbim ədəbləndirib və mənə ən gözəl tərzdə ədəb veribdir. Və Aliyyun ədibi, Əli də mənim ədəbləndirdiyimdir. Yəni mən Allahın lütfü ilə tərbiyə almışam, Allahın inayəti ilə mən tərbiyə almışam. Allah özü məni sanki zoru dillə desə yoğurub, dırnaq arası, formalaşdırıb. Mən Allahın ədəbləndirdiyim, Əli də deyir mənim ədəbləndirdiyimdir. Dolayısıyla Əli ibn Əbi Talib əleyhissalamı elə Allah Taala'nın ədəbləndirdiyi şəxslərdəndir. Əli əleyhissalam canlı bir əfsanədir. Adətən əfsanələr puç olur, yəni heç olur, yalan olur, uydurma olur. Amma Əli əleyhissalam elə bir şəxsiyyətdir ki, qəhrəmandır, həqiqətdir, əfsanəvi bir həqiqətdir. Ki bu həqiqət nadir bir həqiqətdir. Biz bu həqiqətlə mümkün deyil bənzərinə, oxşarına rast gələ bilək. Əleyhissalam bizim zehnimizdə, təsəvvürümüzdə olan, fitrətimizdə olan kamil insan formasıdır. Biz kamil insanı nə cür düşünürüksə ki, kamil insan belə olmalıdır, bu xüsusiyyətlərə sahib olmalıdır. Bütün bunlar hamısı Əleyhissalamda cəm olubdur, əks olubdur. Əleyhissalam bütün dəyərlərdir, ali dəyərlərdir. Əleyhissalam şücaətdir, imandır, yəqindir, təqvadır, səxavətdir, mürüvvətdir, mərhəmətdir, alimdir, hakimdir, sərkərdədir, yenilməz bir qəhrəmandır, döyüşçüdür. Bütün bunlar hamısı Əleyhissalamda mövcuddur. İnsan fitrəti də bu cür gözəllikləri sevir. Ona görə də Əli ibn Əbi Talibi sevmək fitrətdən gələn bir şeydir. Necə ki Allahı sevmək insan fitrətindəndir. Peyğəmbər sevmək fitrətdəndir, Əli ibn Əbi Talib əleyhissalamı da sevmək fitrətdəndir. İnsanın fitrətindən irəli gəlir. Fitrəti sağlam olan, fitrəti korlanmayan, vicdanı oyaq olan bir insan mümkün deyil ki Əli ibn Əbi Talib əleyhissalamı tanısın və onu sevməsin. Ona görə Əli əleyhissalam meyarıdır ki Həzrət Rasulullah buyurur ki ya Əli la yubghiduka illa munafiq və la yuhibbuka illa mu'min. Və yaxud da başqa cür bu məzmunda hədislər var ki Əli səni yalnız mömindən başqa heç kəs sevməz. Sənə yalnız münafiqdən başqa heç kəs nifrət etməz. Və yaxud da ey Əli sənə mömin nifrət etməz, səni də münafiq sevməz. Yəni münafiq Əli əleyhissalamı sevməz. Mömin də heç vaxt Əli əleyhissalamı nifrət etməz. Bir gün Əhməd ibn Həmbəl, eşitmişsiniz, Əhl-i Sünnənin böyük alimlərindən də Həmbəli məzhəbinin banisidir. Oğlu Abdullah nəql edir bunu. Abdullah ibn Əhməd. Əhməd ibn Həmbələ gəldilər, dedilər ki, belə bir hədis nəql olunur. Əliyyun qasimul nər vəl cənnə. Əli cənnətlə cəhənnəmi bölüşdürəndir. Bu hədis nə qədər doğrudur. Çünki Əhməd ibn Həmbəl hədis alimidir. Müsnəd-i Əhməd kitabının müəllifidir. Əl-Müsnəd əsərinin. 600 mindən çox hədis oxuyub, əzbərləyib. Əhməd ibn Həmbəl belə deyir, əvvəlcə mən sizə başqa sual verim, sonra sizin sualınıza cavab verəcəm. Bunların sualı nədir? Bunlar soruşurlar ki, belə bir rəvayət nəql olunur. Əliyyun qasimun nər vəl cənnə. Əli cənnətlə cəhənnəmi bölüşdürəndir. Bu hədis nə dərəcədə doğrudur? Deyir, mən əvvəlcə sizdən başqa sual soruşum. Peyğəmbərdən belə bir hədis nəql olunur ki, ey Əli, mömin sənə nifrət etməz. Səni yalnız mömin sevər. Sənə yalnız münafiq nifrət edər. Bu hədis var Peyğəmbərdən deyirlər. Nə dərəcədə doğrudur? Hamısı deyir ki, bu hədis səhih hədisdir, bəli. Əhməd ibn Həmbəl Əli böldü də. Çünki münafiqin yeri hardadır? Cəhənnəmdə. Möminin yeri hardadır? Cənnətdə. Əlini sevmək böldü. Əli qasimun nar vəl cənnə. Əli bu cür cənnət və cəhənnəmi bölüşdürəndir. Çünki onu sevən, onu məhəbbət bəsləyən cənnətə gedəcək. Ona nifrət edən münafiqdir və cəhənnəmə vasıl olacaqdır.
Ona görə Əli cənnət və cəhənnəm bölüşdürəndir. Bu mənadadır dedi. Əli əleyhissalam şəxsiyyəti bir dafiyəsi var, bir cazibəsi var. Cəzb eləyər, bir də dəf eləyər. Maqnit görmüsünüz də, maqnitin bir tərəfi çəkir, bir tərəfi də itələyəndir. Məsələn, görürsən ki, 2 dənə maqnit qoyursan, əks qütblər bir-birinə gələndə bir-birini itələyir. Bu biri qütblər gələndə bir-birini cəzb eləyib çəkir. Əli əleyhissalam həmin maqnit kimi saf insanları özünə çəkir. Fitrəti saf qalanlar, vicdanı təmiz qalan insanları özünə tərəf çəkə bilir. Amma vicdanı körlanmış insanlar, saf olmayan insanlar, o insanlar ki ruhlarını tapdalayıblar, ruhlarını çirkləndiriblər, ruhlarını şeytana satıblar, havay nəfslərini özlərinə ilah seçirlər, onlar həmişə Əli əleyhissalama düşmən kəsiliblər. Həmişə Əli əleyhissalama qarşı çıxıblar. 14 əsrdir Əli əleyhissalam məhəbbəti və Əli əleyhissalama olan nifrət yenə də nədir? Meyardır. Və qiyamətə kimi də bu meyar olaraq da qalacaqdır. Yalnız vicdansız insanlar, yalnız Allah'tan ayrı düşmüş, uzaq düşmüş, fitrəti çirklənmiş insanlar Əliyə düşmən kəsilə bilərdi. Bugün də o cür insanlar var, bugün də o cür insanlar davam etməkdədir. Halbuki vicdanla, sağlam düşüncə ilə, pak fitrətlə Əli əleyhissalamı tanısıydılar, araşdırsıydılar, oxusuydular, Əlinin yanında yer tutardılar. Əlidən uzaq qaçanlarda nöqsan %100 var, nöqsan var. Dünyaya bağlılıq var, nəfsə uymaq var. Pak qaldıqca mümkün deyil insan Əlidən uzaqlaşsın. Xristiyan alimləri belə Əli əleyhissalamı araşdırıblar, oxuyublar, Əli əleyhissalamın şəxsiyyətinin böyüklüyü qarşısında öz etiraflarını ediblər. George Jordak var, Livanlı Xristiyan alimdir, yazıcıdır, Livandandır. Əli əleyhissalam barədə yazılmış gözəl kitablardan birində o yazıb. Əli Ədalətin Səsi adlı bir kitabı var onun. O Əli əleyhissalam barəsində buyurur ki, insanlıq tarixində ədalət uğrunda mübarizə aparan böyük şəxsiyyətlər çoxdur. Ki bunlar insanlıq uğrunda, ədalət uğrunda mübarizə aparıblar. Lakin Əli ibn Əbi Talib kimi ədaləti həyatının ruhuna çevirən ikinci bir şəxs tapmaq çətindir. Ki ədalət onun həyatının ruhuna çevrilsin. Ki ardınca Əli yalnız təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin şəxsiyyətidir. Bütün bəşəriyyət üçün idealdır, nümunədir. Cübran Xəlil Cübran olub, o da məşhur xristiyan düşünürüdür, mütəfəkkiridir, filosofudur. O da Əli əleyhissalam barəsində deyir ki, Əli ibn Əbi Talib öz dövründən qabaq doğulub. Çünki dövrün insanları onu anlamayıblar, dərk etməyiblər, başa düşməyiblər. Hətta elə indinin özündə belə insanların çoxunu başa düşmür, dərk eləmir. Bu cür şəxsiyyətlər dövrünü üstələmiş şəxsiyyətlərdir. Zaman keçdikcə onların böyüklüyü dərk olunur, əzəməti dərk olunur. Yəni Əli əleyhissalam barəsində çox şeylər demək olar. Əli əleyhissalamın şəxsiyyətinin böyüklüyü, Əli əleyhissalamın şəxsiyyətinin dərinliyi o qədərdir ki, bütün fəzilətləri, bütün o gözəllikləri özündə cəm etdirə bilibdir. Biz ki Əli əleyhissalamın tərəfdarlarıyıq, Əli əleyhissalamı sevirik, bizim də öhdəmizdə müəyyən məsələlər dayanır ki, Əli əleyhissalama layiqincə tərəfdar ola bilək. Necə ki Əli əleyhissalam Peyğəmbərə layiqli bir tərəfdar idi, Peyğəmbərin layiqli fədakarı idi. Biz də Əli əleyhissalama o cür olaq. Malik Əştər bu cür idi. Malik Əştər barəsində bilirsiniz, Malik Əştər dünyasını dəyişəndə Əli əleyhissalam onun barəsində bir sözdür. Dedi, Kənə li kəmə kunti li Rasulillah. Mən Rasulullaha qarşı necə idimsə, o da mənə qarşı o cürüdür. Mən Peyğəmbərə qarşı nə cür fədakar, nə cür sədaqətli, nə cür məhəbbət, eşqlə bağlılığım var idisə, Malik Əştərin nə deyir, mənə o cür bağlılığı vardı. O cür fədakarlığı vardı, sədaqəti vardı. Bir hədisdə buyurulur, Hubbə Əliyin həsənətun la tadurru ma'həs səyyiəh. Əlini sevmək elə bir gözəllikdir ki,
heç bir pislik ona təsir etməz. Bəzən bu hədisi biz tərs başa düşürük. Biz elə bilirik ki, elə sevmək yetərlidir. Təkcə sevmək tələb olunmur bizdən. Sevmək o vaxt doğru olur ki, sevdiyinə tabi olasan, sevdiyinin rənginə boyanasan, onun yolu ilə gedəsən. O vaxt sənin sevgin doğrudur, sevgidə sadiqsən. Əlini sevmək, yəni Əli kimi yaşamaq elə bir fəzilətdir ki, günah da insana yaxın gələ bilməz. O insan günahdan uzaq olacaq. Pisliklər ona doğru gələ bilməz. Pis ləkələr ona yapışmaz. Bu anlamda başa düşməliyik biz bu hədisi ki, Əlini sevmək elə təkcə deyil ki, biz Əleyhisselamı sevək, şəhadətində göz yaşı axıdaq, yox. Əli kimi yaşamaq, Əli kimi davranmaq, bunlar bizdən tələb olunur. Allah Teala bizi Peyğəmbər və Əhl-i Beytin yolunda inşallah sabit qədəm eləsin inşallah. Əli Aleyhisselam bilirsiniz də Kəbədə dünyaya gəlib və şəhadətə elə bir məqamda gəlib çatıb ki, ən gözəl ay Ramazan ayı, günləri ən gözəl gün olan, saatları ən üstün saatlar olan bir ayda, sübh namazında, namaz ən üstün ibadətdir. İnne salate amudiddin, namaz dinin sütunudur. Namazın da ən üstün halı səcdədir. Səcdə halında qılınc başına dəyəndə Əleyhisselam bu sözü dedi: Fustu və Rabbil Kəbə. Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım, qurtuldum, səadətə çatdım, xoşbəxtliyə çatdım. Deyə bilərdi Fustu və Rabbil aləmin, aləmlərin Rəbbinə and olsun. Dedi Fustu və Rabbil Kəbə, Kəbənin Rəbbinə and olsun. Çünki Kəbədən doğulmuşdu, Kəbənin övladı idi. Və Kəbənin Rəbbinə də qovuşdu. Allah Teala bizi dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytin şəfaətindən binəsib etməsin inşallah. Hacı Ruslan qardaşımız da gəlibdir. İnşallah Quran-ı Kerimdən cüz oxunacaqdır. Hacı Ruslan qardaşımızın səlamətçiliyinə və burada iştirak edənlərin öz səlamətçiliyimizə Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edək. Allah salli ala Muhammed.